Osmanlı sarayında Azərbaycanın musiqiçiləri olub. Gəlin bir-bir haqlarında danışaq. Birincisi Əbdüləziz Marağı, yəni Marağalı Əbdüləzizdir. Cənubi Azərbaycandan getmişdi Osmanlıya. Osmanlı sarayına gedən dövrün ən yaxşı musiqiçilərindən biri idi. Çox yaxşı musiqi nəzəriyyələri də yazmışdı adam və eyni vaxtda bir beytin ərəbcə, digər beytin farsça yazdığı şeirlər var ki, o şeirlər həm də musiqi kimi oxunurdu. Hətta o dərəcədə yüksək yazıları olub ki, bir çoxu onun yazılarını anlamırmış. Yəni musiqi mövzusunda demək olar ən yaxşısı oymuş. İkincisi Əbdüləziz oğlu Mahmuddur. Bu şəxsin özünə məxsusluğu budur ki, yaxşı udda ifa eləyirdi və dövrün ən çox qazanan musiqiçilərindən biri idi. Yəni günlük 47 akça alırdı. Bu çox yüksəkdir o dövr üçün. Üçüncüsü Nurəddin Əbdürrəhmandır ki, Nurəddin Əbdürrəhmanın ən üstün xüsusiyyəti udu inkişaf elətdirməsidir. Ud mükəmməl adam verdiyi yeni bir musiqi aləti hazırlamışdı. 7-dən teldən ibarət ud idi və bu şəxs də Azərbaycanlı idi. Növbəti olaraq Fətullah Şirvani dövrün həm böyük alimidir, həm də musiqi nəzəriyyəçisidir. Bu adam Orta Asiyada da yaşayıb, sonra Osmanlıya da gəlib çıxıb və Şirvanlıdır. Yəni Şamaxıda da olub bu adam. Növbəti olaraq Həsən Can Çələbi Çaldıran savaşından sonra Yavuz Sultan Selim gedib Təbrizi tutanda Təbrizdəki yaxşı musiqiçilər də özü ilə bərabər aparmışdı. Onlardan da biri Həsən Can Çələbi idi ki, öz dövründə çox yaxşı musiqi nəzəriyyələri formalaşdırmışdı və eyni zamanda ən çox qazanan xanəndələrdən biri idi. Növbəti olaraq isə Turaq bəy. Turaq bəy isə Sultan Süleyman Qanunidən sonra taxta çıxan ikinci Səlimin musiqiçisi idi, həm də dövlət adamı idi. Adamı səbəblərə diplomat olaraq da göndərmişlər. Həm diplomat idi, həm aşıq idi, həm musiqiçi, hər şey. Adam hər iş görürdü və sonda da təəssüf ki, ikinci Səlim tərəfindən öldürüldü. Çünki hansısa bir qrupa qoşuldu, bilirsiniz də, taxt oyunlarında öldürüldü. Amma adamın Saznamə adında bir kitabı var. O kitabda sazların tarixi və sazların təsnifatından danışıb, yəni sazla bağlı yazıb adam. 16-cı əsrdə düşünə bilirsiniz bunu, möhtəşəmdir. Və Turaq bəyin qardaşı Qaya bəy. Qaya bəy isə bildiyimiz bu aşıq idi. Osmanlı sarayında o da öz sözünü deyib. Nətər mövzudur?